Salam, hər vaxtınız xeyir olsun. Mən Səidə müəllimə. Bu gün sizinlə Camal müəllimin 20-li sınaq, daha doğrusu 30 sınaq kitabından sınaq 1-in suallarına baxacağıq bitki orqanizmi mövzusundan. Yəni bu kitab hansı kitabdır? Fənn müsabiqəsi, Respublika fənn müsabiqəsi kitabıdır. Sizə göstərim. Gördüyünüz bu kitabdır. Bu kitabdan bitki orqanizmi mövzusunun sınaq 1-in suallarına baxacağıq. İlk olaraq 1-dən 10-a qədər baxaq. Keçən videoda 10-dan 25-ə qədər göndərmişdim. Bu dəfə də 1-dən 10-a qədər suallara baxacağıq. Çalışacağam ki, bütün mövzu üzrə hər bir sualların, sınaqların sizin izahını göndərim ki, artıq tədris ili başladıqdan sonra rahat şəkildə özünüz hazırlaşa biləsiniz, dərslərimizə də qoşula bilərsiniz. Deməli, birinci sınaq 1-dən başlayıram. Sınaq 1-də, deməli, birinci sualda bizə nə deyir? Bizə deyir ki, kökün ucunun hansı rəqəmlə verilən hissəsi torpaqdan su və mineral maddələrin sorulmasını təmin edir? Kökün özü neçə hissədən ibarətdir? Birinci buna baxaq. Kökün özü 4 dənə zonadan bölünmə, böyümə, sorucu və ötürücü zona olmaqla 4 dənə zonadan ibarətdir. Hissə dediyimiz zaman 5 hissə deyirik. Kök küçüyü, bölünmə, böyümə, sorucu və ötürücü. Amma kök küçüyünü biz zona olaraq götürmürük, hissə olaraq götürürük. İndi bizə baxırıq ki, burada 4-cü olaraq göstərilən bizim kök küçüyümüzdür. Kök küçüyü. Yuxarıda göstərən isə bölünmə zonasıdır. Daha sonra böyümə zonası, sorucu zona. Sorucu zonadan yuxarıda ötürücü zona yerləşir. Ötürücü zonada da ötürücü borular olur. İndi su və mineral maddələrin sorulması. Baxın, kök bizim, daha doğrusu bitkinin yeraltı qidalanmasını təmin edir. Yəni, bitkinin torpaqdan qidalanmasını, yeraltı qidalanmasını təmin edən orqan kökdür. Daha doğrusu, kökdə olan əmci tellərdir. Kökdə olan əmci tellər torpaqdan su və mineral maddələri sorur və onu yuxarı, yəni gövdəyə doğru ötürür. Əmci tellər harda yerləşir? Əmci tellər artıq sorucu zonada tamamilə formalaşmış olur. Böyümə zonasında hələ tam formalaşmır, ancaq sorucu zonada artıq əmci tellər formalaşır. Yeni dərsliyimizdə biz əmci telləri köçdükçüyü də deyirik, yəni köçdükçüyü. Ancaq biz əvvəllər əmci telləri olaraq qalırdı və yaşama müddəti 10-20 gün idi. İndi sorucu zona nədir? Su və mineral maddələrin sorulmasını təmin edir. Sorucu zonada burada 1-də qeyd olunub, ona görə düzgün cavabımız olacaq A variantı. İkincidə, kiləpəli bitkinin yarpağında mövcud olan aşağıdakı hissələrdən hansı həm də əksər köklərin də hissəsi ola bilər. Yəni, həm yarpaqda, həm də kökdə olan hissələrə baxmalıyıq. Bir də nə deyir? Maddələrin daşınmasını təmin edən borucuqlar. Borucuqlar deyəndə, indi 8-ci sinifdə daha yaxşı öyrənəcəksiniz. Borucuqlar dediyimiz zaman biz ötürücü toxumada olan borular nəzərdə tuturuq. Bu fleym və ksilem olmaqla 2 yerə ayrılır. Fleym boruları canlı hüceyrədir, ələyə bənzər borulardır, amma ksilem boruları ölü hüceyrələrdir. İndi bu hansıdır? Ələyə bənzər. Borucuqlar deyirsə ksilem borulardır, diqqət yetirirsiniz. Kök borucuqları, gövdə borucuq, yəni oduncaq borucuqları, yarpaq borucuqları. Borucuq kəlməsi deyilirsə, bu ksilem borusudur. Ancaq fleym borusunda onsuz da bizə ələyə bənzər borular kəlməsi deyilir. Ancaq bizə ələyə bənzər borular deyilmirsə, borucuq deyilirsə, bu ksilem borusudur. İndi ksilem borusu biz deyirik ki, kökdə varmı? Var. Çünki torpaqdan suyu udur əmci tellər və bu kök borucuqları ilə gövdəyə doğru ötürülür. Həmçinin yarpaqda da bu yarpaq borucuqları var, yarpağın daxili quruluşunda və hər ikisində var. Deməli, mən bunu götürə bilərəm. Xarici təsirlərdən qoruyan hissə və ya qeyd elədiyim kök küçüyü kökü ucunu zədələmədən qoruyur. Yəni, bu hissə yerinə yetirilir kökdə. Həmçinin yarpaqda da dəricik vardır və dəricik yarpağı zədələnmədən qoruyur. Yəni, hər ikisində var. Demək, 2-də hər ikisində ortaqdır. Fotosintez edə bilən hissə. Fotosintez yarpaq edir. Kök burada rol oynayırmı? Bəli, təbii ki, torpaqdan su və mineral maddələri sorur. Amma fotosintez prosesi yarpaqda gedir, kökdə getmir. Ona görə 3 aid eləmirəm. Buxarlanma ilə suyu xaric edən hissə bu transpirasiya prosesidir. Yenə 8-ci sinifdə daha yaxşı öyrənəcəksiniz. Transpirasiya prosesi də yarpaqda baş verir.
Yarpaqda suyun buxarlanması prosesidir. Yenə bu yarpaqda gedir, amma kökdə getmədiyi üçün 4-ü də aid eləmirəm. 1 ilə 2 yanınıza aiddir. Bu da C variantında verilir. Gəlirik biz bir məsələyə. Deməli, bərabər sayda yarpağı olan qarağagözlü cicikcan və cökəzoğullar götürülmüşdür. Diqqət yetirirsiniz, burada əsas nüans nədir? Yarpaq bərabərdir. Yəni, bərabər yarpaq var burada. Əgər bu zoğlarda cəmi 18 yarpaq varsa, mənə yarpaq bərabərdir deyirsə, deməli, ümumi də 18 yarpaq varsa, birinci 18 mən 3-ə böləcəm, tapıram 6 yarpaq. Yəni, hərəsində 6 yarpaq var. Zoğlarda bu buğumaraların maksimum sayın cəmini tapın. Gəlin tapaq. Deməli, bunun üçün mən qayçıdan istifadə edəcəm. Sualı kəsəcəm ki, rahat həllini yaza bilim. Deməli, bərabər sayda yarpaq var. Qarağagözü. Deməli, 6 yarpağı var. Cicikcən 6 yarpaq var. Həmçinin cökədə 6 yarpaq. Məndən buğumarasını istəyir. Qarağagözü topal düzülüşdür. Topal düzülüşdə bir buğuma minimum 3 yarpaq birləşir. 3-dən çox birləşirsə, artıq bu topal düzülüşdür. Minimum 3 olmalıdır. Mən qarağagözündə, deməli, buğumarasını tapmaq üçün nə edirəm? Yarpaq sayını bölürük 3-ə, çıxırıq 1-i. Topal düzülüşdə düşdüyümüz budur. Yarpaq sayını bölürük, nə qədər yarpaq birləşibsə ona. Bu 3 də ola bilər, 4 də ola bilər, 5 də ola bilər, neçə yarpaq birləşibsə. Və 1 çıxırıq. Yarpaq sayımız 6-dır. 6-nı 3-ə böləcəm, 1 çıxacam. Bu da verəcək mənə 1. Deməli, bir dənə qarağagözündədir. Cicikcana baxıram. Cicikcandan qarşı-qarşıyadır. Bir buğuma 2 yarpaq birləşir. Düşdürüm, yarpaq sayını 2-yə bölürəm, 1 çıxıram. Yarpaq sayı deməli 6-dır. 6-nı böləcəm 2-yə, 1 çıxacam. 6-nı 2-yə böləndə 3, 3-dən də 1 çıxanda 2 edir. Deməli, bu da 2-dir. Cökə növbəyə düzülüşdür. Növbəyə düzülüşdə bir buğuma 1 yarpaq birləşir. Yarpaq sayını 1-ə böləndə elə yarpaq sayı qədər alıram. Ona görə elə yarpaqdan 1 çıxıram. 6-dan 1 çıxacam. Bu da verəcək mənə 5. Cəmləyirəm. 1 üstəgəl 2 üstəgəl 5. Ümumi tapıram 8 dənə buğum arası. Bu da C variantında verilir. Deməli, düzgün cavabımız C variantıdır. 4-də aşağıdakı təcrübəyə əsasən zoğun hansı hissəsi rəngli boya ilə boyanır? Rəngli boya deyəndə təbii ki, suyun üzərinə suya bir neçə rəngli damcısı qatılıb və rəngli boya alınır. Yəni sudadır bu. Biz də bayaqlar qeyd elədik ki, ötürücü toxuma 2 yerə ayrılır. Floem və ksilen boruları. Ksilen borularında su və mineral maddələr hərəkət edir. Floem borularında üzv maddələr hərəkət edir. Yəni, bu proses oduncaqda olan borularda, gövdənin daxilində olan oduncaq borularında baş verəcək. Oduncaq borularında su hərəkəti baş verəcək. Yəni, su hərəkət edəcək, suyun axını gedəcək. İndi hansı rəngli boya ilə boyanacaq? Təbii ki, oduncaq boruları. Şəkildə biz oduncaq borularını tapmalıyıq ki, rənglənsin, göy rəngindən rənglənsin. Aya baxıram, burada oduncaq boruları bu yumrulardır. Baxın, daxildə olan yumrular. Amma bu gördüyünüz kimi bunlar açıq, yəni ağ rəngdədir. Amma qıraqlar göy rəngdədir. Deməli, bu lazım deyil mənə. B variantına fikir verin. Hər bir borular, daxildə olan borular rənglənib, amma xaric rənglənməyib. Deməli, düzgün cavabım olacaq B variantı. 5-də müvafiq olaraq X, Y və Z ilə hansı növ köklər göstərilmişdir? Gəlin birinci, mən kökün haqqında məlumat verim. Kökün 3 dənə növü var. Əsas kök, əlavə kök və yan kök. Əsas kök toxumdan yaranır. Və bir bitkidə yalnız bir dənə olur. Yəni, məsələn, bizim 5 dənə bitkimiz varsa, 5 dənə əsas kökümüz olacaq. Bir dənə, yəni bir bitkidə bir dənədir. 5 dənə bitkidirsə 5 dənədir. Əlavə kök gövdədən də yarana bilər. Bir də yarpaqdan da yarana bilər. Gövdə, yarpaq. Yan kök həm əsas kökdən yaranır, həm əlavə kökdən yaranır, həm də yan kökün özündən yaranır. Yəni, yan kök digər köklərdən inkişaf edir. İndi
Baxıram nəyə? Burada əsas kök tapmalıyam. Əsas kök hansıdır? Baxın, gördüyünüz bir dənə burada yoğun formada olan kök əsas kökdür. Deməli, y-ım əsas. X-ım nədir? Gövdədən yaranır. Gördüyünüz kimi gövdədən çıxıntı formasında çıxıb. Deməli, bu x-ım əlavə kökdür. Z-im nədir? Z-im gördüyünüz kimi burada əsas köküm budur və əsas kökdən inkişaf edibsə Z-im yan kökdür. Deməli, x-ım əlavə, y-ım əsas, Z-im yan kök. Əlavə, əsas, yan, bu da D variantında göstərilir. 6-da, deməli, aşağıdakı şəkildə Petri fincanı düzəldən 3 lobya toxumunun kök vəziyyətləri göstərilmişdir. Deməli, nə baş verəcək burada? Təbii ki, biz toxumu əkdiyimiz zaman kök necə inkişaf edir? Torpağın dərinliyinə gedir. Yəni, dərinliyə doğru gedəcək, aşağılara doğru. Başlayacaq nə etməyə? Dərinliyə doğru getməyə. Burada təbii ki, hər biri dərinliyə doğru getməlidir. Bu aşağı getməlidir, bu yavaş-yavaş yenə aşağı getməlidir, bu da yenə həmişə kimi yavaş-yavaş belə aşağıya doğru düşməlidir də, yəni bir qüvvə təsirilə düşməlidir. Bax, A variantında gördüyünüz kimi məsələn burada Y-da uzanır. Amma belə uzanmalı deyil də aşağı düşməli. Deməli, A variantı səhvdir. B variantına baxıram, bəli, aşağıya düşür. Burada yavaş-yavaş yenə aşağı düşür. Burada yenə görürsünüz yuxarı qalxır. Yəni, qaldığı yerdən inkişaf edib belə aşağı düşür. Buradan birbaşa aşağı düşə bilməz. Yavaş-yavaş inkişaf eləməlidir ki, buradan aşağı düşsün. Ona görə düzgün cavabımız B variantı olacaq. 7-də leykoplastlar. Plastidlər ümumiyyətlə deyirik 3 dənə yerə ayrılır. Fluoroplast, fromoplast və leykoplast. Xloroplastlar bitkiyə yaşıl rəng verir və fotosintez prosesini yerinə yetirir. Yəni, xloroplastın funksiyası fotosintez prosesidir. Xromoplast bitkiyə qırmızı, sarı, narıncı rəngləri verir. Leykoplast rəngsizdir. Funksiyası ehtiyat qida maddəsi toplayır. Yəni, xloroplast fotosintez eləyir, ehtiyat qida maddəsini, yəni, daha doğrusu üzüm maddə yaradır. Amma leykoplast həmin o toplayır, ehtiyat qida maddəsi toplayır, üzüm maddə toplayır. Leykoplastda fotosintez prosesini həyata keçirir. Xeyr, xloroplastlardır. Bitkiyə sarı, narıncı, qırmızı rəng verir. Xeyr, xromoplastlardır bunlar. Şəkər formasında üzüm maddə hazırlayır. Xeyr, hazırlamır. Xloroplast hazırlayır. Nişasta, yağ və zülallı ehtiyat halında saxlayır. Bəli, leykoplastın funksiyası elə budur. Yəni, ehtiyat halında saxlamaq, bayaq qeyd elədiyim kimi. 8-də şəkildə göstərilən yarpaq haqqında hansı fikir yanlışdır? Gəlin baxaq. Sadə yarpaqdır. Bir saplaqdan və bir ayadan ibarətdir. Bəli, sadə yarpaq. Damarlanması torvaridir. Gördüyünüz kimi burada, baxın, bu formadadır. Buradan çıxıntılar var. Bəli, onda torvaridir. Saplağa malikdir. Bəli, gördüyünüz kimi burada saplağı var. Generativ tumurcuqdan inkişaf edib. Baxın, tumurcuqlar inkişaf tipinə görə 2 yerə ayrılır. Bir var vegetativ, bir də var generativ. Vegetativ tumurcuqdan gövdə və yarpaq inkişaf edir. Generativ tumurcuqdan çiçək və çiçək qrupu inkişaf edir. İndi bizdən istədiyi, bizə deyir generativ tumurcuqdan. Generativ tumurcuqdan inkişaf edə bilərmi? Xeyr. Yarpaq vegetativdən inkişaf edir. Deməli, mənim D variantım səhvdir. 9-da doğğunluğu müəyyən edin. Deməli, burada mən baxıram. Burada buğumdur, burada yarpaqdır. Deməli, burada buğumdur, burada yarpaqdır. Yəni, bir buğuma bir yarpaq birləşir. Deməli, bu növbəli düzülüşdür. İkinciyə diqqət yetirirəm. Baxın, ikinci şəkilə. Buğumdur, buradan 2 yarpaq çıxır. Buğumdur, buradan 2 yarpaq çıxır. Buğumdur, buradan 2 yarpaq çıxır. Yəni, burada nədir? Bir buğuma 2 yarpaq.
birləşir. Bu da qarşı-qarşıya düzülüşdə olur. Sonra buğumdur, 1, 2, 3, 4 dənə yarpaq birləşir. Buğumdur, 1, 2, 3, 4 dənə yarpaq birləşir. Buğumdur, 4 dənə yarpaq birləşir. 3-dən çox olanda nə idi? Topalı düzülüş. Deməli, bu da topalıdır. Növbəli qarşı-qarşıya topa. Növbəli düzülüşlərə aiddir. Cökə, alma, toz ağacı, günə baxan. Bu növbəli düzülüşdür. Baxıram cökə yazılıb. Deməli, A aiddir. Toz ağacı yazılıb, E aiddir. Qarşı-qarşıya nə aiddir? Qarşı-qarşıya Cicikcan, Reyhan, Nanə, Yasəmən bunlar aiddir. Cicikcan burada qeyd olunub götürürəm. Aynen yeni çıxım. Yasəmən burada qeyd olunub götürürəm. Topal düzülüşdə oleandr, qatır quyruğu, qarğa gözü bunlara aiddir. Qatır quyruğu burada qeyd olunub, oleandr qeyd olunub. B ilə K da bura aiddir. A, Y, D, C və B, K. Bu da B variantında verilir. Gəlirəm 10-cu sualda. Hansı bitkidə etil qida maddəsi kökdə toplanmayıb? Yəni bizdən kök şəkil dəyişməsi olmayan istəyir. Etil qida maddəsi toplanmayıb, kök şəkil dəyişməsi deyil. Gəlin birinci baxaq görək. Kökün şəkil dəyişmələri hansıdır? Kökün şəkil dəyişmələri iki cürdür. Bir var meyvə kökü, bir də var kök yumrusu. Bir də kök yumrusu. Meyvə kökü yaranır nədən? Bir əsas kökdən, bir də gövdən aşağı hissəsindən. Gövdənin aşağı hissəsi. Aşağı hissəsi. Meyvə kökünə aiddir. Yer kökü, turp, çuğundur, halğam bunlara aiddir. Sonra kök yumrusu nədən yaranır? Bir əlavə, bir də yan kökün birləşməsindən. Bura nə aiddir? Georgin, batat, bir də qaymaq otu. Ümumi şəkil dəyişmələr haqqında olan deməli postum Instagram hesabımda var. İstəsəz girib baxa bilərsiniz. Deməli, meyvə kök və kök yumrusu. Meyvə kökə aid oldu. Əsas kök və gövdən aşağı hissəsindən yarandı. Yer kökü, turp, çuğundur, şalğam bunlar aiddir. Kök yumrusu əlavə və yan kökün birləşməsindən, ehtiyat qida maddəsi toplanmasından yarandı. Georgin, başqa cür soğan gül də deyirlər. Batat və qaymaq otu aid oldu. İndi baxaq. Hansında toplanmayıb? Yer kökü meyvə köküydü. Çuğundur meyvə köküydü. Georgin kök yumrusuydu. Kartof isə nədir? Gövdə yumrusudur. Yəni kartofda ehtiyat qida maddəsi gövdədə toplanıb, kökdə toplanmayıb. Buna da artıq 1-dən 10-a qədər sualların izahını verdim. Bundan əvvəlki videomda 10-dan 25-ə qədər var idi. Deməli, istəsəz baxa bilərsiniz. Dərsimiz bu qədər. Əgər dərsləri bəyəndinizsə, 1-dən 10-a qədər olan izahımı başa düşdünüzsə, yorumlarda qeyd edə bilərsiniz.